bugün şehadetiyle bütün Azerbaycan'ı oyadarak ayağa kaldıran, zəfərə gedecek yola addım attıran, qələbə zəfərinə o güzel ve uca mertebe olan, şehadetiyle imza atan, can Azerbaycanımızın milli qəhrəmanı, paşamız, general, mayor Polad Həşimovun şehadete yükseldiği gündür. Polad Həşimovu əvvəlcə tek ailesi ve sevdikleri tanıyırdısa, bugün onu bütün dünya tanıyor. Çünkü onun nəfəsinin bittiği gün başladı 44 günlük zəfər müharibəmiz. Başta Polad Həşimovla beraber şehit olan kardeşlerimiz olmakla Azerbaycanımızın bütün şehitlerinin məqamı uca, yeri cennet olsun. Onların ailelerine uca Allah'tan səbr arz edirik. Qazilərimizə uca Allah'tan şəfa diləyir. Döyüşən ordumuza, əziz qardaşlarımıza güc, qüvvət arz edirik. Məqamlarınız uca, yerləriniz cennet olsun. Əziz şehit kardeşlerimiz, Allah ordumuzu düşmən gülləsindən, namərd gülləsindən qorusun, mühafizə etsin.